şəxsi evimizin təqdimatına gəlmişik. 5 otaqlı evdir. Yəni üstdə 5 otaqdır. Altda da 4 otağımız var. O altdakı otaqları saymıram. Plus da qaraj. Jalz qapısı, bölündəli qapısı açıldı. Qaraja 2 dənə maşın rahat girir. Plus Zip markalı maşın da rahat daxil ola bilər. Birinci mərtəbə hamısı qoşadaşlandı. Baxın görürsünüz. Qoşadaşlı hamısı. Otaqlara da hamısına bir keçid var. Pəncərələrdə təyin olunub. Ən əsas atmaları 5.20-dir. Yəni həqiqətən qəşəng tikilmiş evdir. Standart daşla tikilibdir. Plus da ən əsas qoşadaşla tikilib. Yəni bu evə top atsan dağılmaz. Belə həyət yanı ərazidə ağla ilə işlənilib. Kombi sistemi burada nəzərdə tutulub. Hər bir mərtəbənin adlı mərkəzi şiti var. İndi sizi üst mərtəbə ilə tanış edirəm. Bulaq da qoyublar. Yəni bura krant qoyub bulaq kimi də istifadə eləmiyorlar. Yerdən 12 daş kürsülüdür. Qalxaq üst mərtəbəyə. Girdik, buranın zal kimi də saymaq olar. Geniş ölçüsü var. 5-in 3-ə ölçüsü var. Koridor kimi də nəzərə almaq olar. Yataq otaqları tam təmirdir. Qonaq otağımızdır. Yalan olmasın 9-un 4-də belə bir ölçüsü var. Kombi sistemi çəkilib, aboylar, lüstrlar, qapılarından hər bir iş görülübdür. Yəni gir yaşa evdir də, xərc qoymadan gir yaşa. Sanitar qovşağı asma oristokulu tavandır, bəli. Oristokulu tavandan da belə bir sanitar qovşağı aksesuarlar da qoyulub. Bu da mətbəximiz. Mətbəx mebeli də siz tərəfindən yığılacaq. Razılaşdıq, onu da qiymətdə biz yığa bilərik. Belə bir ev qiymət 85.000, real müştəriyə endirim də var. Yerləşmir Binə qəsəbəsi Məxməri tərəf. Elnur marketin yanı.